Salam, hər birinizi xoş gördük. Mən Anar. Mən isə Leyla. Bugün biz satışın ən mürəkkəb, amma düzgün ediləndə ən çox nəticə verən hissəsindən, yəni soyuq zənglərdən danışacağıq. Hazırsınızsa, gəlin uğura gedən bu yola birlikdə çıxaq. Bəli, salam, dəyərli Atəşkə ailəsi. Bilirsiniz, bugün danışacaqlarımız məhz sizin üçündür. Biz burada quru nəzəriyyədən deyil, birbaşa işinizə yarayacaq, Atəşgahın öz sınaqdan keçmiş metodlarından və satış sirlərindən danışacağıq. Hər şey həqiqətən də o ilk 10 saniyədə həll olunur. Yaxşı, bəs o qızıl saniyələrin sirri nədən ibarətdir? Gəlin cavabı kitablarda yox, real bir zəng nümunəsinə baxaraq tapaq. Çünki bilirsiniz də, ən yaxşı dərs elə səhvlərdən öyrənilən dərsdir. Elə isə, gəlin indi bir çoxumuzun bəlkə də hər gün etdiyi, amma çox kritik bir səhvi göstərən real bir zəngə qulaq asaq. Baş qəhrəmanımız isə bizim satış mütəxəssisimiz Ayseldir. Deməli, Aysel bir gözəllik salonuna zəng vurur və söhbətə bax belə başlayır. Salam, mən Atəşgah Sığorta şirkətindən Aysel. Mən sizə kompleks sığorta təklif etmək istərdim. İlk baxışdan adi, standart bir giriş kimi səslənir, elə deyilmi? Amma əslində, zəngin uğursuzluğunun əsas səbəbi elə məhz bu cümlədə güzlənib. Və cavab, yəqin ki, hamınıza çox tanış gəlir, hə? Dəstən o başından soyuq bir səs. Bizə heç nə lazım deyil. Vəssalam, telefon bağlanır. Zəng heç başlamadan bitmiş olur. Bu an Ayselin mentoru Emin dərhal vəziyyətə müdaxilə edir və problemin kökünü axtarmağa çalışır. O, çox sadə, amma həlledici bir sual verir. Aysel, sən kiminlə danışırdın? Direktorla idi söhbətin. Ayselin cavabı isə əslində bütün mənzərəni aydınlaşdırır. Bilmirəm, yəqin ki, administrator və ya katibə ilə. Bax, bu cavab zəngin niyə bir saniyə içində uğursuzluğa düçar olduğunun əsl səbəbini ortaya qoyur. O kiminlə danışdığını belə dəqiq bilmirdi. Yaxşı, gəlin indi bir yerdə bu zəngi analiz edək. Aysel tam olaraq harada səhvə yol verdi? Bir anlıq dayanıb düşünək. Sizcə Ayselin əsas səhvi nə idi? Təklifi maraqsız idi? Səs tonu düzgün değildi? Yoxsa şirkətimizin adını səhv dedi? Xeyr, əlbəttə ki, bunların heç biri. Əsas səhv tamamilə başqa bir yerdə idi. Baxın, Ayselin bütün səhvi budur. O, səhv hədəfə atəş açırdı. O, heç bir maliyyə qərarı vermək səlahiyyəti olmayan bir administratora və ya katibəyə kompleks sığorta kimi vacib bir məhsulu təqdim etməyə çalışırdı. Halbuki onun əsl hədəfi şirkətdə qərarları verən şəxs, yəni direktor olmalı idi. Və bu məqam bizi birbaşa atəşgah yanaşmasına gətirib çıxarır. Bizim şirkətimizdə uğurlu satışın qızıl qaydası, təməl prinsipi budur. Hər zaman doğru insanı, yəni qərar verən şəxsi hədəflə. Yaxşı, bəs biz qərar verən şəxs deyəndə, qısaca QVŞ deyəndə kimi nəzərdə tuturuq? Gəlin dəqiqləşdirək. QVŞ o şəxsdir ki, şirkətdə maliyyə və satın alma ilə bağlı son sözü demək, hə və ya yox demək səlahiyyəti var. Bu, direktor ola bilər, təsisçi ola bilər, maliyyə rəhbəri ola bilər, amma heç vaxt katibə və ya administrator deyil. Bəs niyə birbaşa QVŞ-lə danışmaq bu qədər vacibdir? Çox sadə səbəbləri var. Çünki büdcəyə o nəzarət edir. Şirkətin əsl ehtiyaclarını o bilir. Müqaviləyə imza atmaq səlahiyyəti ondadır. Və ən əsası, səhv insanla danışıb itirəcəyiniz dəyərli vaxtınıza qənaət etmiş olursunuz. Yaxşı, bəs QVŞ-yə çatmaq üçün qarşımıza çıxan o ilk səddi, administratoru və onun klassik bizə heç nə lazım deyil cavabını necə keçmək olar? Narahat olmayın, bunun da çox təsirli bir yolu var. Bu cümləni hamımız yüzlərlə dəfə eşitmişik. Bizə heç nə lazım deyil. Bu adətən bir avtomatik cavabdır, bir müdafiə mexanizmidir. Sizin məqsədiniz isə bu müdafiə divarını keçib arxadakı doğru insana çatmaqdır. Deməli, bu etirazı dəf etmək üçün çox sadə, amma çox effektiv 3 addımlıq bir formul var. Birincisi, anlayış göstərin və razılaşın. Məsələn, deyin ki, sizi çox yaxşı başa düşürəm, yəqin ki, gün ərzində bu cür zənglər çox olur. İkincisi, söhbəti dərhal QVŞ-yə tərəf yönləndirin. Bəs icazə versəydiniz, öyrənərdim. Bu tip maliyyə məsələləri ilə şirkətinizdə adətən kim məşğul olur? Və üçüncüsü, məqsədinizi aydınlaşdırın. Əslində mənim məqsədim nəsə satmaq deyil. Sadəcə rəhbərinizlə qısa bir məlumat mübadiləsi üçün görüş təyin etməkdir. Və bu da bizim bugünkü təhlilimizin ən vacib qızıl qaydasıdır. Bunu heç vaxt, amma heç vaxt unutmayın. Sizin soyuq zəngdə əsas məqsədiniz satmaq deyil. Sizin yeganə məqsədiniz
qərar verən şəxslə görüş təyin etməkdir. Bu qədər sadə. Qalan hər şey o görüşdə öz həllini tapacaq. Bugünlük bu qədər dəyərli Atəşgah komandası. Ümid edirik ki, bu yanaşma sizin növbəti zənglərinizi daha məhsuldar və uğurlu edəcək. İndi isə növbə sizdədir. Növbəti zəngi etməzdən əvvəl bir anlıq dayanın və düşünün. Mənim əsl hədəfim kimdir və mən ona necə çatacağam? Hər birinizə zənglərinizdə bol-bol uğurlar arzulayırıq.